İlham Əliyev dərmanla yaşayır. Sual ortaya çıxır. Sual verir mi sizə? Gəlin sizə sual verin. Sual verir mi? Erdoğan'ın bir ayağı burada, bir ayağı harda? Corda. Elə? Erdoğan'ın bir ayağı burada, bir ayağı Corda. Her gün medyadadır. Her gün İran barədə, nəsə barədə açıqlama verir. Elə mi? Elə mi? Elə. Erdoğan bu dəfə də, bu gün də İranın tərəfinə keçdisə, güya tərəfini tutdusa, deməli İran dağılacaq. Mən deyirəm. Erdoğan bir ayağı burada, bir ayağı Corda olsa da, her gün pis yaxşı bu tərəfə, o tərəfə Allah'dır, ne inirsə, her gün danışır. Trump, ay qardaş, səhərə kimi medyadadır, onların səhəri bizim axşamımız nəysə. Ay qardaş, Trump medyadan düşmür. Her gün saatlarla medyada. Ay, dini lider uşu 2 gündür Çin'in o raketleri gələndən dini liderin dili açıldı. Ay, başınıza dönüm sizin. Bütün ölkə rəhbərləri, Putin neredeyse her gün beyanat verir. Meydanda her gün medyadadır. Bizim İlham Əliyev hardadır. O böyle işin içinde Zelenski medyayla hesaplaşır, medyaya her gün neler deyir, nəsə deyir, Putin deyir, Erdoğan deyir, dini lider deyir, Pezeşkiyan deyir, İsrail'in, ay Netanyahu daşların üstündə gəzir, uçub yerlərdə. Ay, Trump her gün meydanda, ay, bu İlham Əliyevlə niye ses çıxmır, ay? Ay kardeş, başınıza dönüm, İlhamla niye ses çıxmır? Ay, deyim də sizə, işin arka tərəfini sıçıb batırıbdır. İşin arka tərəfini sıçıb batırıb, mən dedim sizə. İsrail'in cəsuslarına görə İlhamı minirlər, İlham Əliyev üzərindən gəlibdir. İsrail'in çox şey var Azərbaycanda, ona görə İran minir. İsrail də axıra kimi dəstək istəyir, İlham Əliyev qorxusundan indi vermir. Ona görə İsrail minməyə başlayır. Artıq medyada deyir ki, İsrail medyası artıq İlham Əliyev İsrailə xəyanət edir. İsrail medyası deyir ki, artıq İlham Əliyev İranla birləşib, Türkiyə ilə birləşib, İsrailə qarşılığı. Belə medya artıq deyir, mənə icazə ver, gəlim aeroportlarına. Yerləşdirim və savunma sistemləri də qurulub əvvəldən neçə illərdir. Yerləşdirim. İran Türkiyənin qarşısını alıb Azərbaycanı hədəf almaz. Üstəlik də Rusiya ilə də o qədər də pis deyil ilişkilər. İsrail buna göre İlham Uşu koymak istemiyor. Yarı yolda İsrail'i koyuyor. İsrail ona göre serledi. İran xəyanətə göre, İsrail xəyanətə göre. Ukrayna. Gördünüz Azerbaycan televizyaları, Putin mecbur elədi, İlham Əliyev komanda verdi. Televizyalar Kırım'ı ve Donbas'ı Rusya ərazisi kimi tanıyır. Ve bu çok pis təsir eləyir. Kəşfiyyat məlumat verir ki, İlham Əliyev artıq boyun əyir. Ve Rusya İlham Əliyevdən daha çok şeyler istiyor. İlham Əliyevdən hətta verebilmediği şeyler istiyor. Açıkça Kırım'ın, Donbas'ın Rusya'ya ait olduğunu, bundan başka Zəngəzur meselesinde ama İlham Əliyev artık bunları da verebilmir. O üçün hər bir tərəfdən İlham Əliyevə geyindirir, İlham Əliyev də başı yaloydu, qaçır sabah Türkiye'ye. Orada ne bileyim nəsə açılış olasıymış. O zəlzələdən sonra deyəsən binatım, nədir onun açılışını deyir. O şəhərciyin. Her neyse, İlham Əliyev dərman altında yaşayır. İlham Əliyev həkim nəzarətində yaşayır. İlham Əliyev artıq Bakıda, İlham Əliyev onun hakimiyyəti Bakıda qala bilmir. Elə bil mıx üstündə oturublar. Artık ailelerini kaçırdılar. Memurlar, aile deyilən bir şey qalmıyor. Heç bir nazirin, heç bir idarə komitə rəhbərinin, çox icra başçılarının belə böyüklərin ailəsi yoxdur. Altay Həsənov, indi çox adam var ki, nazir deyil, böyük şəkildə icra başçısı deyil, Altay Həsənov kimi ya prezident köməkçiləri var, ya deyək ki, məsələn, Əhməd Sadə var, Kərəm Həsənovlar var. Bunlar hamısı ailələrini çıxardı. Hamısı İlham Əliyev də ailəsini qaçırdı ölkədən. İran deyir ki, bir dənə iynənin ucu boyda yenə xəyanət qabağıma çıxsa, hansı çıxacaq, sıraz deyil. Laçın ve Hansa raportu vuracağım dedi. Koyduğum size burada yazılmıştı. Bir dəqiqə değerlemeden burada yazılıbdı. Laçın ve Zəngilan aeroportunu vuracağım. Laçın ve Zəngilan aeroportunu vuracağım. Deyib. Bakın ha. Dostlar. Pərdenin arka tərəfində İlham Əliyev sıçıb batırıbdır. Hakimiyyət qorxu içindədir. Dəhşət içindədir. Orada onu demək mümkün deyil. Təsəvvür eləmək. Hakimiyyət o dərəcədə qorxu içindədir. Ve pərdən arxasında sıçıb batırıb baxın. İndi pərdən önündə də çıxıb bircə kəlmə söz desə qatlayacaq. Bax o günləri çıxdı qatladı. Dedi Ukraynanın dəstəkləyir ərazi bütövlüyünü. Elə bildi bu da Erdoğan'dır. Erdoğan yolunu getdi axı. Erdoğan da həmişə o söz deyir axı. Ərazi bütövlüyünü dəstəkləyirik. Gördünüz Rusiya nə tərcə indirdi. Gördünüz mü? Ona görə İlham Əliyev çıxanda nəsə bir söz deməlidir axı. En azından. Neytral qalmaq olmur axı. 4 tane qüvvə var. Ukrayna, Rusiya, İsrail, İran. 4'ü də İlhamın götürü dağılır axı. İndi çıxsa dambalalamaq da olmur. Dambalalamaq söhbəti də yox. En azından adama deyirlər, gicdallah. Sərhədləri niyə açmırsan, hə? Güllə boran altında qalmasın millət. Sərhədləri niyə açmırsan? Nəsə deməlidir, ya sərhədlər açmaqda nəsə deməlidir. Ya İlham Əliyev kimdir dursun ki, mən barış istəyirəm, sülh olsun, nə bilim, nə olsun, nə bilim, nə. Və da bu dövrəndən keçib, o İlham Əliyevin onun başı üçün də öyle onu demək. Kapasitesi üçün də öyle onu demək.
Onu deyə bilər Trump, o Putin, böyük adamlar deyərlər, böyük. Ən azı Erdoğan deyərlər ki, sülh istəyərdik, nə bir müharibə olmasın, belə olmasın. Mən Erdoğanın çıxışına baxdım, dostlar. İnanın ki, Erdoğan çox sülhsat demədi. Ha, baxın, əvvəllər Erdoğan nə deyərdi? Nə deyərdi? İsrail, Qəzza, sülh olsun, danışıq olsun, bu dayandırılsın, belə elə. İndi Erdoğan elə şey demir, hə. Ancaq, İsrail hücuma keçdi, İran da cavabını verir, yaxşı edir, İran haqlıdır, vəssalam. Vəssalam. Erdoğanın gözünü qan bürüyü var ki. Yəni, deyilənmədən, bu boyda məxfi xəbərlər deyilənməzsə, indi İlham Əliyev çıxsın üzdən, bax, savaş başlayandan, aləmdə, elə bundan da qabaqdan aləmdə, İlham Əliyev hardadır? İlham Əliyevin ailəsi hardadır? İlham Əliyev hardadır? Görün, nə qədər çıxartdılar, baxın ha. Aya, nə qədər qəhb olmaq olar ha. Nə qədər qəhb olmaq olar. Bu xalqı nə qədər, bu xalqa, xəyanət də demirəm, bu xalqı, qoz qoymamaq deyim, ya bu xalqı ələ salmaq deyim. Fikir ver, İlham Əliyev qərar qəbul edir. İlham Əliyev ha, Milli Məclis qərar verib ha. Ay orada oturanların ağzına eşşək soxsun arvad uşağına. Milli Məclis qərar veribdir. Qumar mərc oyunları, qumar oyunları ancaq süni torpaqlarda yaradıla bilər. Süni torpaqlarda. Yəni, harasa əvvəllər su olubdu, orada süni torpaq yaradılar. Gişdillahlar. Lökbatanda nə qədər süni torpaqlar var idi, göllər var idi. Hamısında binalar tikdiniz. Davay altı qumarxana olsun. Nə bilim, o Yasamalda var idi, Səryanskin yuxarı gedəndə göl var idi, qurutdular. Altından da nə qədər qətillər, meyitlər, sümüklər çıxdı. Davay orada qumarxana olsun. Qaradağda nə qədər göl, bu Qaradağ tərəfdə göl qurutdular. Bu anda nədir? Masazır tərəfdə nə qədər göl qurutdular. Davay da bir yerdə göl qurutdular. Davay. Süni yaradılmış yerlərdə qumarxana qurulursa, ay məmurlar, ay nazirlər. Görürsünüz İlham Əliyev sizi necə qoz qoymur. Davay. Süni torpaqlarda göl qurursunuz. Davay. Əla, super. Kürün üstündə belə stoykalar qoyun, dəmirlər, belə, qəşəng. Belə daça kimi, yiyib içmək qumar. Əla, super, yaxşı gedər orada. Davay, Lökbatanda o boyda ərazini qurubdunuz, binalar tikdiniz. Davay. Sonra nazirlər, sizin pulunuz yoxdur, hamınızın villaları var, hektarla dənizə baxır. Hektarla dənizə baxır, elə. Hansı nazirin gücü yoxdur ki, ora 500 kamaz torpaq döküb, daş döküb orada nəsə tikməyə, hansı nazirin gücü çatmır? Nazirlər istəsə 5 kilometrədə Xəzərə dala basar. O qədər imkanları var. Xəzərin dərinliyi nədir ki? Elə yer var, çimirdim, 500 metrə gedirdim, hələ mənim dizimdən idi ərazi. Xəzərin suyu dizimdən idi, elə yerlər var idi. Gedin, hər yerdə qumarxana tikin. Bax, İlham Əliyev ay nazirə sizi daşşağına doğruyur. Daşşağına. Halbuki, nə qədər səviyyəsiz olsanız da ay nazirlər, sizin səviyyəniz, indiki səviyyəniz İlhamdan yaxşıdır. Keçmişiniz də İlhamdan parlaq olur. İlham kim olur? 18 yaşına kimi cəmaatın başına işləyən. İlham Əliyev arvadının qızını götürüb qumara qoyan oldu. Şükür Allah, hələ siz qoymamışsınız götünüzü qumara. Nə yapar o? Vilayət Eyvazov nazirin götünü qayra-qayra nazir oldu. Yəni, əvvəlki nazir, Ramil Üsumovun götünü qayra-qayra nazir oldu. Sonra keçək. Ay nazirlər, şükür Allah, siz Ebru Gündəşin orasını burasını yalamayırsınız, dana ləqəbə almayırsınız, kurtka satan olmayırsınız, bikini Məmədan satmayırsınız qadın paltarları. Nə bilim, nələr, sizin Ayestet Elman, Mehriban Əliyevan, İlham Əliyevin əlindən alan kimsin əlinizdən almayıb. Yəni, sizin keçmişinizdə mən baxıram ay nazirlər, ən murdarınızın keçmişi İlhamın keçmişindən parlaqdır. Az da olsa parlaqdır. İndi İlhamın götünü qoruyan sizsiniz, xeyr ola. Xeyr ola, bax, xeyr ola, Azərbaycan dilini, hə? Ay generallar, ay nazirlər. Bunu kəsin paylaşın, hə, hər yerdə kəsin paylaşın. Hər yerdə. Mənim özümə atın paylaşın bir 20 dənə səhifədə. Ay nazirlər, ay generallar. Ay generallar, ay nazirlər, ay vəzifəli adamlar, yekələr, klanlar. Xeyr ola, xeyr ola Azərbaycan dilini bilməyən Azərbaycan xalq artisti. İlhamın qızını da qayırıb doğuzdurup boşayan adam. Xeyr ola dini dilimizdən, irqimizdən olmayan hansısa bir yaramaz. Heç bir və Azərbaycan üçün pis, yaxşı əməyi keçməyən adam gəlib qumarxanalar açır, qəhvəxanalar açır. Xeyr ola siz açanmırsınız. Xeyr ola bunu siz edə bilmirsiniz. Xeyr ola. Ha? Kimdir İlham Əliyev? Nə qədər yaramaz nazir olsanız da icra başçısı, sizin keçmişiniz İlham Əliyevdən parlaqdır. İlham Əliyev kimi götünüzü qumara qoymuyorsunuz, arvadınızı, qızınızı qumara qoymuyorsunuz. Məmədən kutka alveri eləməyibsiniz. 18 yaşlar kimi kimisə başına işəməyibsiniz. Papa mama şotuna gəlib qalxmayıbsınız. Ən azından. Bu səhvləri eləməyibsiniz. Eşşək qayırıbsınız keçmişdə. Ancaq kimisə Ebru Gündəşin və yaxud qumara nəyini sizə qoymamışsınız. Ona görə çox uzatmaq istəmirəm. Danışdıqca abrımı itirirəm qanmazları qandırmaq üçün. Ay nazirlər, dənizin hər tərəfində sahilləriniz var. Qabağa basa bilərsiniz. Qumarxana aça bilərsiniz. Açmasanız uğraşsınız.
qəhbəsiniz. Lökbatandan belə, bu Selyaz Günstol qanlı göldünədir, ondan belə, Masazırdan belə, Qaradağ tərəfdə çox gölləri qurutdular. Dənizin qırağında da məmurların hamısının əmlakları var, yerləri var sahillərdə. Hamısını qurulmuş yerlərdə bina tikilir. Altını qumarxana eləyin, eləməsə də uğraşsınız. Hər yeri qumarxana edin. Fikir verin, bir dənə qumar oynatdıra bilərmiş İlhamın qızını qayıran. Nə də İlhamın qızını da mı qumara qoyub bu uğraş? Nə də? Mən emin kimdə mənim daşıyacağımın başı da ölür, kim nə gəlib Azərbaycan ağalıq eləsin, hə? Bugün nazirlər eminlər hörmətsizdir. Generallar, ölkə üçün can qoyanlar, ya ölkə üçün yox, İlham Əliyev üçün can qoyanlar. Bugün Eminin qabağında boynu bükük dururlar. Kim də Eminə, götünə qoyasınız onu, kim də pedofdur da. Mıxı durub yaxşı qayırsaydı, Leyla başqasından yatmazdı, bu da boşanmazdılar. Gördü Leyla, gördü şey durmur aralandı da. İndi Viagra ilə ya süni mayalanma ilə doğuzdur, olsun, Heydər Əliyev də doğduramır, amma arvadı ikincini doğdu. Nə olsun ki? Torik də pedofdur, bütün dünya bilir Torik pedofdur. Nə oldu? Süni mayalanma ilə Banda Deni reisi Əbülfətin spermasına, yaxıntısına apardılar, mayaladılar, Torik arvadını doğuzdurdu, birbaşa Əbülfət Rızayevdən. Sürdüyü maşın da Əbülfət Rızayev pay verib, ev də pay verib. Nə olsun?